Azərbaycandan gedib Türkiyədəki xüsusi qulluq mərkəzlərində işləmək və aylıq maaş almaq mümkündür. Bu, rəsmi bir işdir, dövlət səviyyəsində həyata keçirilən tədbirdir. Deməli, həmin xüsusi qulluq mərkəzlərində əlillərə, yaşlı şəxslərə və reabilitasiya ehtiyacı olan şəxslərə qulluq göstərməklə aylıq maaş almaq mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü və rəhbərliyi ilə bu iş həyata keçirilir. Buradan gedəcək şəxslərin bütün təminatı, yol xərci, viza xərci qarşılanacaq. Eyni zamanda da həmin şəxslər yaşamaq yerləri ilə təmin olunacaq və aylıq məvacib alacaqlar. Bununla bağlı rəsmi məlumat var. Mən istəyirəm həmin məlumatı sizin diqqətinizə çatdırım ki, ətraflı məlumatınız olsun. Azərbaycandan işçi qüvvəsinin ixracı layihəsi çərçivəsində Türkiyədəki xüsusi qulluq mərkəzlərində onlarda buna baxım evləri deyirlər. İşə qəbul olmaq üçün artıq müraciətlərin qəbuluna başlanılıb. Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə baxıcı vakansiyası üzrə işə qəbul olunacaq şəxslər qeyd edilən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiya ehtiyacı olan yaşlı şəxslərə stasionar formada özləri də həmin mərkəzlərdə gecələməklə qulluq göstərəcək, onların gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər. Vakansiya üzrə əmək haqqı məbləği Türkiyədəki minimum əmək haqqından az olmamaq şərti ilə müəyyən olunub. Qeyd edim ki, Türkiyədə 2026-cı il üçün minimum əmək haqqı 1100 manatdan çoxdur, yəni Azərbaycan manatından çoxdur. Beləliklə, başqa sözlə, aylıq maaş ən azı 1100 manatdan çox olacaq. Əlavə olaraq işə götürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış yeri və qidalanma xərcləri tam qarşılanacaq. Vakansiya üzrə işə qəbul edəcək şəxslərdən əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq, fərdi qayğı planına uyğun xidmət göstərmək, xidmət alan şəxslərə zərər vura biləcək hər hansı münasibət və davranışın qarşısının alınması istiqamətində nəzarət tədbirlərini həyata keçirmək və aidiyyəti məsul şəxsləri məlumatlandırmaq tələb olunur. Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri bu vakansiya üzrə müraciət etməyə dəvət edir. Onlayn qaydada müraciətlərin son tarixi bu ilin avqustun 27-sidir. Yəni, avqustun 27-sinə kimi vaxt var. Onlayn qaydada Dövlət Məşğulluq Agentliyinə müraciət etmək lazımdır ki, həmin işdə, həmin yerdə işləmək imkanı yaradılsın.